Aprelin 22'si saat 13:00 radələrində Bakı-Quba yolunun 129-cu kilometrində təhlükəli hərəkətlər edən sürücü saxlanılıb. DAF markalı 19BX609 dövlət qeydiyyatlı nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahiroğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirib. Həmin qanuna zidd hərəkətlər kameralar vasitəsilə aşkar olunub və nəqliyyat vasitəsi dərhal yol polis xidmət əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.